Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə ajur naxışını toxuyacağam. Sadə və tez yadda qalan maraqlı bir naxış növüdür. Bununla siz asanlıqla istənilən layihələrinizdə bu naxışı tətbiq edə bilərsiniz. Başlayarkən ipimə ilmələri alıb ilk sıranı düz toxuyacağam. İlk sıranı toxuduqdan sonra gəlin ajur naxışına başlayaq. İlk 3 ilməni düz toxuyuram. Və bir dəfə ipimi iynəyə dolayıb bir ilmə düz toxuyuram. Və təkrar yenə bir ilmə dolayıb bir ilmə düz toxuyuram. Artıq bu hissədə dolayıb toxuduğum hissələrdə artıq ajur naxışı əmələ gəlir. Daha sonra 2 ilmə düz toxuyuram. Yenə bir dəfə dolayıb bir düz. Təkrar bir dəfə dolayıb bir düz. Sıra sonuna qədər bu şəkildə davam edirəm. Üç düz toxuyub bir dəfə dolayıb təkrar bir düz toxuyuram. Sonra yenidən bir dəfə dolayıb bir düz toxuyuram. Kənar ilmələri çatana qədər bu şəkildə naxışı davam etdirirəm. Kənar ilmələr ya toxumadan ala bilərsiniz, ya tərs toxuya bilərsiniz, ya da sadəcə olaraq düz toxuya bilərsiniz. Onu siz istədiyiniz şəkildə artıq kənar ilmənin necə görünməsini istəyirsinizsə o şəkildə edə bilərsiniz. İkinci sıradayım və bütün ilmələrin hamısını tərs toxuyacağım. Burada ajurda yaxınlaşanda doladığım ipləri, ilmələri daha doğrusu onları da tərs toxuyuruq. Bunlar toxumadan çıxmamalıdır. Çünki orada ajurun kənarları görünməsi üçün bu ilmələri də toxumaq vacibdir. Ajur naxışımın 3-cü sırasındayım. Yəni tərsdən sonraki 3-cü sıradayım. İlk ilməni toxumadan alıb daha sonra gələn 2 ilməni düz toxuyuram. Burada
ortadakı ajur naxışından öncə 2 ilmə hiss olunur ki, naxışdan əvvəl gələn ilməni necə almaq lazım olduğunu sizə bildirir. Öncə gələn 2 ilməni burada ikisini birlikdə düz toxuyuram. Daha sonra bir dəfə dolayıb, ortada yaranan düz naxışı düz toxuyuram. Bir dolayıb, bir düz toxuyuram və digər ajur naxışına qədər düz toxumanı davam etdirirəm. Son ilməni də tərs toxuyub, ajur naxışı sırasını bitirirəm və keçirəm tərs üzünə. Artıq naxışlar burada özünü bəlli edir. Tərs üzündə yenə tərs qaydada toxuyub, yenə düz üzünə qayıdıb toxumağa davam edirəm. Eyni qaydada ilk ilməni çıxarıb, sonra gələn ilməni düz toxuyuram. Bir dəfə düz toxuduqdan sonra ajurdan öncə gələn 2 ilməni ikisini birlikdə düz toxuyub, bir ilmə doluyub, eyni qaydada sona kimi bu sıranı da davam etdirəcəm. 2 ilməni birlikdə alıb bir dəfə dolayıb, ortada yaranan düz naxışı toxuyub, bir dəfə dolayıb, düz toxumağa davam edirəm. İkinci gələn ajur naxışına qədər düz toxuyuram və eyni qaydada kəsib dolayıb toxumağa davam edirəm. Bu sıranı bu şəkildə davam edirəm.
ilmələri tərs toxuyuram. Yenə doladığım ilmələr yaddan çıxmamaq şərti ilə onları da tərs şəkildə alıram. Çox sadə və öyrədici bir naxış növüdür. Ajur naxışları içərisində deyərdim. İstənilən layihələrinizdə bu naxışı toxuya bilərsiniz. Maraqlı görüntüsü var. Ön sıradan naxışları necə edirik? Yenə göstərim sizə. İlk ilməni toxumadan alıram. Birini düz toxuyuram. Daha sonrasında zaten naxışımın ilmələri gəlir. Bu ortadakı düz naxışdan əvvəl iki ajurun naxışı gəlir, ilməsi gəlir. Onların ikisini bir yerdə düz toxuyuram. Baxın, şişmə birini bu şəkildə alıram. Arxadan aldım, keçirdim iğnəni oradan və ipi o tərəfdən, arxa tərəfdən alıb içindən keçirirəm. Belə. Daha sonra ortada yaranan naxışı toxumaq üçün, bunu kəsdiyim üçün öncəliklə bir dəfə dolayıb yenə bir ajur əmələ gətiririk burada. Sonra bir düz, bir dola, yenə bir düz. Ajurlu hissəsi artıq bitdi. İkinci ajura qədər düz toxuyuram. Burada bilinir, yəni yadda saxlamaq lazımdır ki, bu hissədə ondan əvvəl gələn iki ilməni kəsib, daha sonra dolayırıq. Bir yerdə aldıq, ipi keçirdik arxadan və kəsdik. Bu bir ilməyə düşür. Bir ilməyə düşdüyü üçün bir dəfə dolayıb bunu yenidən iki ilmə edirik. Yenə ortadakını toxuyuruq. Bir dola, bir toxu. Bu şəkildə sona qədər ajurların hamısını toxuyuruq. Gördüyünüz kimi ajurlarım artıq bilinir. Sadə toxumadır. Yenə xatırladıram sizə. İlk sırada başlarkən 3 ilməni toxudum, bir doladım, bir hördüm, bir doladım, bir hördüm, daha sonra 3 ilmə hördüm, yenə davamında bir doladım, bir hördüm, bir doladım, bir hördüm. Arxa sırasında hamısını, ajurların və atdığım ilmələrin hamısını tərs toxuyuram. Yenidən ön sıraya, üçüncü daha doğrusu sıraya gəldikdə İlk ilməni çıxarıram, birini toxuyuram, daha sonra burada ortada yaranan düz naxışdan öncəki iki ilməni kəsib, bir dolayıb, ortadakını toxuyub, bir dolayıb, bir qalanda digər naxışa qədər, ajurlu naxışa qədər düz toxuyuram. Bu şəkildə əliniz öyrəşənə qədər toxuya bilərsiniz. Sadə ajur naxışıdır. Ajur seriyası kimi davam etdirmək istəyirəm mən. Bir neçə başqa ajurlu naxışlarda toxuyacağım. Bu qədər. Budur, artıq siz naxışın necə göründüyünü görürsünüz. Tərs üzündə və ön üzündə naxış özünü çox gözəl bir şəkildə bəlli edib, səliqəli sadə toxunan bir naxışdır.
Videoya baxdığınız üçün təşəkkür edirəm. Ümid edirəm bu naxış sizin üçün faydalı oldu. Belə videoların davamı üçün kanala abunə olmağı və videoyu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək.